Ən çox hiss etdiyimiz emosiyalardan biri də qəzəb hissidir. Yəni hər hansı bir vəziyyətdə, evdə, kənarda, işdə özümüzü qəzəbli hiss etdiyimiz olur. İdarə olunması daha çətindir. Amma qəzəbli olduğumuzda bunu daha doğru şəkildə ifadə etmək üçün və ya öz qəzəbimizi kontrol etmək üçün sadə bir üsul paylaşa bilərəm sizlə. Belə ki, biz həmin o emosiyanı hiss etdiyimiz anla onu davranışda göstərdiyimiz, yəni ifadə etdiyimiz an arasında kiçik bir saniyələr var əslində. Yəni orada düşünmək üçün bir imkanımız var. Məsələn, sən özünü qəzəbli hiss edirsənsə və o an nəsə deyəcəksən və yaxud aqressiv davranacaqsan, ya da fiziki ya da psixoloji cəhətdən sərt olacaqsansa, məsələn, sözlərin daha incidici olacaqsa, o an özünü saxlaya bilərsən əslində. Bunu hiss etdiyin an, qəzəbli hiss etdiyini anlayaraq özünü saxlaya bilərsən və davranışa köçürməmişdən qabaq düşünə bilərsən. Saniyələr içində düşündüyün zaman daha doğru şəkildə və daha normal şəkildə ifadə edə bilərsən. Düşünərək bunu necə ifadə etməyi yoxlamaq lazım. Yəni düşünürsən və düşünəndə artıq daha doğru şəkildə deyirsən ki, mən indi nə demək istəyirəm bu adama və yaxud da mən indi necə davranmaq istəyirəm. Yəni normal halda olsaydım necə davranardım. Belə olduğu halda siz qəzəbinizi daha düzgün şəkildə ifadə edə bilərsiniz.